Məkkə fəth olunub. Peyğəmbər sallallahu aleyhi və səlləm Həzrət Əli əleyhissalamdan daxil olublar Kəbə evinin içərisinə. O dövrdə də müşriklər bütlərini Kəbə evinin içində saxlayırdılar. Peyğəmbər Əli hərəsi bütlərdən birini sındırır. Qırırlar bütləri. İndi sındırıblar, aşağıda olan bütləri, bir büt də var, yuxarıdadır. Nə qədər edirlər, əllərə çatmır. Peyğəmbər əsasını qalxıza salsın, yenə çatmır. Deyir Həzrət Əli əleyhissalama ki, ya Əli, gəl çıx çiynimə, o bütü qır. Həzrət Əli narahat olur. Deyir, ya Rəsulullah, mən sənin çiyninə necə çıxa bilərəm? Bu mümkün deyil. Sən mənim çiynimə çıx, o bütü qır. Peyğəmbər ya Əli, mənim nübüvvət ağırlığım var, sən ona tab eləyə bilməzsən. Gəl sən çıx, əmr edirəm sən çıxasın. İndi Həzrət Əli əleyhissalam da bir cür narahat halda ayağını qoyub Peyğəmbərin çiyninə qalxıb yuxarıya. Birdən Peyğəmbər baxdı Əliyə, dedi, Əli, bir öz məqamına bax. Ayağın Peyğəmbərin çiynində, başının üstündə Allah, ayağının altında Peyğəmbər, Kəbə evinin içində büt sındırırsan. Ya Əli, Allah bu məqamı nə bir kəsə verdi, nə də bundan sonra bir kəsə bu məqamı verəcək. Allahın salamı olsun Peyğəmbər və əhl-i beytinə.